Əziz izləyicilər, bu günləri bizim şəhid Faiq Rızayevin, daxili qoşunların şəhidi, 92 şəhidimiz, 93 şəhidimizin nənəsi Əsmaya nənənin bu günləri 10 aprel 2026-cı il 92 yaş tamam olur. Bəli, biz də bu nənələrlə fəxr edirik ki, həqiqətən bu cür nənələrimiz var. Bizim gözəl abırçəklərimiz var. Mən də təbrik edirəm nənə səni. Ad günün mübarək. Ad günün mübarək. Təbrik edirəm. Allah sana uzun ömür versin. Allah sana can sağlığı versin. Ay nənə. Allah səni qorusun. Sağ ol. Əziz izləyicilər, izləmədə qalın. Bəli, inşallah nənənin 100 yaşında qeyd edəcəyik. Günlərin gördüyümüz şəhid Faiq Rızayevin nənəsi Əsil nənənin 92 yaş tamam olur. 10 aprel 2026-cı il. Allah nənəmizə uzun ömür versin, can sağlığı versin. Bəli, həqiqətən nənələr nəvələri üçün hər bir zaman şahdır, tacdır, gözə mayaqdır. Təbrik eləməsi nənə. Sağ ol. Uzun ömür yaşa. Uzun ömür yaşa. Can. Mahir cennetlerin kamil istedim. Benim bu derdimi bilmemiş olma. Belki sen gelince ben sen kalmadım. Ölsem kabrımsa gelmemiş olma. Şurada benim halim o vakit aldım. Bu fani dünyada belki kalmadım. Benim mezarımı kurmamış olma. Bir zaman yolun düşse Mağar dizuna, o karı dağlardan haber almanı, çeşme bulağından, su içende, ahır sularından haber almanı, lalenin ergizi, çemen dizundan, bir müste gülleri yada salmanı.